Bu il tibb üzrə Nobel mükafatı 3 alimə verildi. Alimlər immunitet sisteminin bədəni niyə məhv etmədiyini kəşf etdiklərinə görə Nobel mükafatına layiq görülüb. 2025-ci il fiziologiya və tibb üzrə Nobel mükafatı immunitet sisteminin bədənin öz hüceyrələrinə deyil, düşmən infeksiyalara necə hücum etdiyini izah edən kəşflərə görə verilib. Mükafatı Yapon alimi Shimon Sakaguchi və Amerikalı tədqiqatçılar Mary Brunko və Fred Ramsdell bölüşdürdülər. Onlar immunitet sisteminin bədənə hücum edə biləcək hissələrini aradan qaldıran mühafizəçiləri kəşf edib. Bu qoruyucuların işi autoimmun xəstəliklər və xərçəng üçün yeni müalicə üsulları hazırlamaq üçün istifadə olunur. Qaliblər 2 milyon manata yaxın mükafat məbləğini bölüşəcəklər. Nobel komitəsinin sədri Olle Kempe onların kəşfləri immunitet sisteminin necə fəaliyyət göstərdiyini və niyə hamımızın ciddi autoimmun xəstəlikləri inkişaf etdirmədiyimizi anlamaqda həlledici rol oynayıb deyə açıqlama verib.